Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Norveçlərin hamını udan canavar adlı nağılını danışacağam. Balaca çoban qoyunlarını otarırdı. Təzəcə oturub yeməyə başlamaq istəyirdi ki, qarşısına bir canavar çıxdı. Yeməyini mənə ver, yoxsa qoyunlarından bir-bir yeyəcəm. Uşaq yeməyini vermədi və canavar həqiqətən də bir qoyunu götürüb oradan qaçdı. Ertəsi gün yenə eyni şey baş verdi. Ondan sonraki gün və bir neçə gün belə davam etdi. Və bu minvalla canavar 7 gündə 7 qoyun yedi. Axırda baş çoban vəziyyəti anlayıb balaca çobanı 7 qoyunu axtarmağa yolladı. Kiçik çoban dağda canavarla qarşılaşdı. 7 qoyunum hardadır? Ay xain canavar, deyə soruşdu. Burada. Canavar qarnını göstərdi. Hələ üstəlik, burada sənin üçün də yer var, deyərək oğlanı da uddu. Oğlanın qayıtmadığını görən baş çoban xidmətçini kiçik çobanla qoyunları axtarmağa göndərdi. Xidmətçi canavar görüb soruşdu. Mən 7 qoyunla balaca çobanı axtarıram. Onları görməmsən? Hamısı buradadır. Canavar ona da qarnını göstərdi. Üstəlik bura sən də sığarsan, söyləyib xidmətçini də uddu. Bu dəfə çobanla arvadı ikinci çobanı dağa göndərdilər ki, xidmətçini, balaca çobanı və 7 qoyunu tapıb gətirsin. İkinci çoban canavarı görən kimi soruşdu. 7 qoyunu, köməkçini və kiçik çobanı görməmsən? Hamısı buradadır. Canavar qarnını göstərdi. Üstəlik burada sənin üçün də yer tapılar, deyəndən sonra ikinci çobanı da uddu. Bu dəfə baş çoban itini də götürüb dağa getdi. Canavarı görən kimi 7 qoyunumu, çobanlarımı, xidmətçimi axtarıram. Hamısı dağa qalxıb yoxa çıxıb. Onları gördünmü? Hamısı buradadır. Qurd qarnını göstərdi. Üstəlik bura itinlə birlikdə sən də sığarsan, deyəndən sonra ikisini də uddu. Nəhayət çobanın arvadı pişiyini götürüb itənləri axtarmağa yollandı. Dağda canavarla qarşılaşdı. Ay qurd, mən 7 qoyunumuzu, xidmətçimizi, çobanlarımızı və iti ilə birlikdə ərimi axtarıram. Hamısı dağa çıxıb, yox olublar. Harda olduqlarını bilirsən? Hamısı buradadır. Canavar qarnını göstərərək dedi. Üstəlik pişiyinlə sənə də burada yer tapılar, deyəndən sonra ikisini də uddu. Amma canavarın qarnı elə dolmuşdu, elə şişmişdi ki, artıq yer qalmadı. Üstəlik itlə pişik dalaşmağa başlayanda canavarın qarnı partladı. Hamı xilas oldu. Bu həm nağılın, həm də canavarın sonu oldu. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.